değerli şəhid ailələri, hörmətli tədbir iştirakçıları, hər birinizi səmimi qəlbdən salamlayıram. Və çıxış üçün söz verdiyiniz üçün sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Bugün burada çıxış etmək çox çətin, ağır, eyni zamanda o video çarxda baxdıqdan sonra daha ağırdır və eyni zamanda məsuliyyətli və qürurlu, şərəfli bir işdir. Bugün biz bura xüsusi təyinatlı qüvvələrin gənc zabiti, şəhid baş leytenant Yunis Qasımoğlu Kazımın müqəddəs ruhu işığına toplanmışıq. Bugün sözlər biraz kövrəkdir, çünki kövrək qəlbli insanlarla biz bir aradayıq və onu da qeyd etmək istəyirəm ki, əslində vətən uğrunda canından keçən igidlər, oğullar, onlar ölmürlər, onlar yaşayırlar, onlar vətənin köksündə əbədi iz qoyub yaşayırlar və biz bu şəhidlərimizi, bu qəhrəmanları heç vaxt unutmuruq. Şəhidlərimiz bizim baş tacımızdır. Vətən uğrunda ölənlər ölmür dedik, onlar yaşayır. Bəli, onlar yaşayırlar. Onlar yaşayır bir ananın göz yaşında, bir atanın qürurunda, bir bacının həsrətində, ömürgün yoldaşının qəlbində və andında. Onlar yaşayır bir millətin qürurunda. Onlar yaşayır bir yazarın qələmində. Bugün biz bura Fəridə Ləmanın təqdimatı əsasında yazılmış kitabının əsasında buradayıq və mən buradan Fəridə xanıma dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Çünki o daim şəhidlərimizin qəhrəmanlıqlarını, onların keçdiyi şərəfli yolu qələmə almış, onu kitablarda yaşatmış və gələcək nəsillərə çatdırır. Bu böyük bir missiyadır. Bu vətənpərvərlik eyni zamanda vətəni sevmək hissindən irəli gəlir. Və eyni zamanda bu təqdimat gözəl bir günə təsadüf edib. Çünki bugün beynəlxalq kitab və müəllif hüquqları günüdür və məhz bu günə təsadüf etdiyi üçün bir daha Fəridə xanımı təbrik edirəm. Ona bu yaradıcılığında uğurlar arzulayıram və can sağlığı arzulayıram. Əziz şəhid ailələri, acınız acımızdır. Sizlər bizim baş tacımızsınız. Biz sizlərlə qürur duyuruq. Biz sizlərlə fəxr edirik. Bugün burada söylənən hər bir söz qoy bir dua kimi şəhidlərimin müqəddəs ruhuna çatsın. 44 günlük vətən müharibəsində xalqımız, ordumuz, möhtərəm prezidentimizin dəmir yumruğu altında birləşərək torpaqlarımızı yağı düşməndən azad etdi və bu böyük qələbədə gənc zabitimiz Yunis Qasımoğlu Kazımovun da danılmaz payı var. Qəhrəmanımızla fəxr edirik. O, Qarabağımızın döyünən ürəyi Şuşa şəhərinə, Azərbaycanın üç rəngli müqəddəs bayrağını ucaldaraq tarixə adını qızıl hərflərlə yazdırdı. Bəli, biz bu qəhrəmanlarla fəxr edirik. Məhz bu cür oğulların sayəsində bugün vətən qürurludur. Bugün Qarabağda müqəddəs üç rəngli bayrağımız qürurla dalğalanır. Biz fəxr edirik ki, belə bir evlatlara sahibik. Lakin bu qürurun arxasında eyni zamanda kədər də var. Bu, ailələrin kədəridir. Kədər eyni zamanda həsrət. Bəli, sözlər bəzən aciz qalır. Hər iki hissi eyni anda ifadə edə bilmirsən. Həm qürur, həm kədər. Amma bir ata danışanda bu sözlər birbaşa ürəyə yol tapır. İtirdim səri oğlum, yol yoxdur, geri oğlum, nə yatmısan, oyan qalq. Bir dur gəl, bəri oğlum, yaramın yeri oğul, qolumun təri oğul, yerişinə həsrətəm, sən bir dur, yeri oğul. Ata üçün igid oğlun qəhrəmanlığı nə qədər qürur verici olsa da, onun itkisi bir o qədər ağır və dözülməzdir. Bu bir atanın qəlbindən gələn qürur eyni zamanda ağrıdır. Bu, Qasım atanın qəlbinin səsidir. Bizə zəfər sevinci yaşadan qəhrəmanımın müqəddəs ruhu qarşısında bir daha baş əyirəm. Şəhidlərimizin əziz ruhları şad olsun. Biz şəhidlərimizə borcluyuq. Şəhidlərimizə borcluyuq təkcə ona görə yox ki, onlar bizə itirilmiş torpaqlarımızı qaytardılar. Biz şəhidlərimizə borcluyuq, çünki onlar bizə sərvətimizi, milli mənəvi dəyərlərimizi, onlar bizə kimliyimizi, mənliyimizi, namusumuzu, qeyrətimizi qaytardılar. Bugün burada biz danışırıq, amma əslində danışan biz deyilik.
şəhidlərimizin müqəddəs ruhlarıdır və o ruhlar bizə deyir, qanımız, canımız bahasına azad etdiyimiz torpaqları qoruyun, vətəni yaşadın. Bizim uğurdumuz torpaqlarımızı qorumaq, vətəni yaşatmaq,